Adınız? Teymur. Atanızın adı? Əmir Turağay. Ananızın adı? Təkinə Xatun. Harda doğuldunuz, ne vaxt? Tarixi hicri ilə 736, miladi 1336-cı ildə Türkistanın Keş vilayətindəki Hocayl Qar qəsəbəsində. Ne işle meşgul olmuşsunuz? Ne iş görmüşsünüz dedim. Mən Teymur olduğumu söylədim, Oğuz xan. Teymur olmağım bəs eləmirmi? Tanımırsınızmı məni? Suala cevap verin. Alparslan Qazi, Oğuz xan, Bilgə xan, ulu dədələrim, deyin görüm doğrudan mı tanımırsınız məni? Oğuz xan soruşursa cevap verməlisiniz. Ne pis iş görmüşsünüz ki cevap vermeye utanırsınız? Mən pis iş görməmişəm. Ne iş görmüşəmsə 1000 kere tekrar edə bilərəm. Ne işle meşgul olmuşsunuz? Tarixləri sarsıdan Teymur imperatorluğunu qurmuşam və ilk hökmüdarıyam. Günahlarınızın ne olduğunu bilirsizmi? İttihamname ile tanış oldunuz mu? İftiraname desək daha uyğun olardı. İttiham deyil o, iftiradır. İttihamname ile tanış oldunuz ya yok? İftiraname ilə tanış oldum. Size verilen ittihamın iftira mı, hakikat mi olduğunu biz müeyyen edeceğiz. Divana ona göre çıkarılmışsınız ki özünüzü müdafi edesiniz. Mən nədən müdafi olunmalıyım? Türk devletleri ve Türk imparatorlukları baş ittihamçısının hazırladığı ittihamnamede siz Türk dünyasını dağıntılara sürüklemekte ve kardeş kırgınında günahlandırılırsınız. Bəlkə tarixin ən böyük imperatorluqlarından birini qurduğum və məğlub edilməz sərkərdə olduğum üçün ittiham edəsiz məni. Kardeş kırgınına göre ittiham edilirsiniz. Müqəddəs Türk kanını tökdüğünüze göre divana çıkarılmışsınız. Siz tarihin en büyük imparatorluklarından birini kurduğunuz, mağlup edilmez olduğunuz için değil. Çin denizinden Egey denizine, Sibiryadan Suriye'ye kadar korkunç bir kardeş kırgınına sebep olduğunuz için günahlandırılırsınız. Bunun son derece ciddi olduğunu anlamalısınız. Düzen qurmaq, qayda qanun yaratmaq çox zaman qan tökmək bahasına mümkün olur, Oğuz xan.
Əlbəttə, əgər döyüş yalnız qan tökmək üçündürsə bu cinayətdir. Ancaq mənim döyüşlərimin son dərəcə ciddi, milli və insani səbəbləri vardı. Görünür, Teymur qatillərlə qətl olunanlar arasında bir tərəf qalmamızı istəyir. Kimdir qatil? Mən tələb edirəm bu söz bir də işlədilməsin. Haqq divanı qarşısında şərt qoymuyor. Mən şərt qoymuram. Əgər bura doğrudan da haqq divanıdırsa, bu kəlmə işlədilməsin. Qatil kəlməsi bundan sonra işlənməsin. Türkistan dövlət başçılarının hamısı şikayət edir ki, Teymur bizim ölkələrimizi dağıtdı. Eşittiniz mi? Doğrudur. Nədir doğru olan? Cəmi 27'sini Oğuz xan. Deməli, Şərqi Türkistanda 27 Türk dövlətini dağıtmışsınız. Elə mi demək istəyirdiniz? Sizə düzgün çatdırmayıblar. Atilla xanın dediği kimi deyil. Şərqi Türkistan'da dövlət yox idi. Tayfalar var idi ki, Türkistan'ı bölük-bölük eləmişdilər. Bir-birine düşmən, bir-birini didən 27 tayfa başçısının qurduğu dəstəyə dövlət demək olar mı? Mən onları aradan götürdüm. Ayağımdan da elə o vaxt yaralandım. Ancaq mən o döyüşlərə savaş demədim. Məhlə davadalaşından başqa bir şey değildi. Ürküyarıq. Nə vaxtı bugünü gözləyirəm. Ruhlar məni dinləməlidir. Mən dirilərimizin suallarıyla gəlmişəm. Dirilər sizi günahlandırır. Nə olub orada? Güntəkin də Oğuz xan. İstəyir ki, onu dinləyəsiniz. O bizim aramıza gələ bilməz. Oğuz xan, biz onun səsinə, çağırışına yığışmışıq. Əgər onun səsini eşidib, onu duymuşuqsa, o bizim aramızdadır. Yaxşı, gəlsin.
bütün dünya tarixinin Tamerlan dediyi sərkərdəni salamlayıram. Sizə əyan olsun ki, heç kəs dünyanın mənzərəsini Əmir Teymur kimi dəyişə bilmədi. Nə mənada? Xan, Yaxşı mənada, ya pis mənada? Ulu ruhlar bilmək istəyir. kimlər üçün yaxşı oldu, kimlər üçünsə pis. Kimlər üçün pis oldu? 17-ci yüzillikdə Ruslar Əmir Teymurun heykəlini yapmaq istədilər. Nəyə görə? O zamanki Rus ordusunun bacarıb eləyə bilmədiyini Əmir Teymur tək başına eləmişdi. Mən neyləmişəmsə lazım bilib eləmişəm. Kimdir bu adam? Nə diridir, nə ölü. Düz hiss eləmisiniz, Əmir Teymur. Bu adam bu anda dirilərlə ruhların arasındadır. Dirilərin şahidliyini eləyir. Siz onu dinləməlisiniz. Ruslar Əmir Teymurun heykəlini nəyə görə yapmaq istəyirdilər? Ruslar Əmir Teymurun heykəlini ona görə yapmaq istəyirdilər ki, Qızıl Ordanı, Osmanlı İmperiyasını Əmir Teymur sarsıtdı. Moskva knyazlığı daha sonra bütün Rusiya müstəmləkəçilikdən qurtardı. Və Türk ordularının Avropaya, uzaq şərqə gözlənilən yürüşləri dayanmış oldu. Çinlilər də o zaman bayram edirdilər. Qızıl Orda xanı Moskva knyazlığı ilə gecə-gündüz mənim əleyhimə danışıqlar aparırdı. Osmanlılar Avropalılarla dil tapmağa çalışırdı. Mən nə eləməliydim ki? Mən batıdan doğuya qədər bütün dünyanı öz bayrağımız, öz qılıncımız, öz dilimiz altına almaq istəyirdim. Dirilərin başqa nə sözü var? Dirilərin sözü çoxdur, ulu ruh. Amma biz çox şeyləri bilmirik. Dirilər tarixdə də Əmir Teymur haqqındakı həqiqəti gizlətdilər. Sizin huzurunuzda Əmir Teymurdan bir şeyi soruşmaq istəyirəm. Bunu dirilərin sualı kimi qəbul edin. Buyur. Əmir Teymurun baş məsləhətçilərindən biri Firəng ermənisi olub. O da çox qanlar töküb, Avropalılar onun əli ilə parçalanmalar, dağıntılar aparıb. Və xaçpərəstlərin ayağı elə o zamandan açıldı bizim saraylarımıza. Bu, doğrudurmu? Oğuz xan, mənim sarayımda dünyanın bütün dövlətlərindən adamlar var idi. Rus da, Erməni də, Firəng də, Yunan da. Mənim əmrim olmadan kim neyləyə bilərdi? Firəng ermənisi. Firəng ermənisi mənim sarayımda olsa dəri işlərinə baxa bilərdi. Əskərlərimin qulluğunda nökərçilik eləyə bilərdi. Bu dirilər aranı niyə qatır yenə? Ara qarışıb onsuz da, Əmir Teymur.
heç nə siz gördüyünüz kimi deyil. Əmir Teymurun özü də yaxşı bilir ki, tarixdə neçə kərə Türk dünyası üzərinə səlib yürüşləri oldu. Amma Türk orduları tərəfindən darmadağın edildilər. Sonra bu cür yürüşlər açıq yox, gizlin yolla aparılmağa başladı. Xristiyan dövlətlərinin hazırlanmış adamları saraylarımızı ayaq açdı. Daha satqın, daha kinli, arada qalmış kiçik millətlərdən istifadə etdilər. Sizin bayaq Dəriğan dediyiniz Firəng ermənisi həmin kiçik millətin oğluydu. Siz böyük döyüşlər haqqında fikirləşəndə o öz kiçik işlərini görürdü. Öz adamlarını yerləşdirirdi, düşmənçilik toxumu səpirdi, tarixi tərif edirdi. Sizin adınızdan qanlar axıdırdı. Türk dünyasının sərkərdələrini bir-birinə qarşı qaldırırdı. Ara vururdu. Qanları qatışıq olan satqınlarımızla ağla gəlməz işlər görürdü. Siz onları bir millət, bir xalq yerinə qoymadınız, amma onlar bizim aramıza girdilər. Saraylarımıza yol tapıb məqam gözlədilər, saylarını artırdılar. Osmanlı sarayında 1 idi, 5 oldular. Uzun Həsənin yanında çoxaldılar, qohum oldular. Səfəvi sarayında onları eşitdilər. Dövlət işlərində sözləri keçəri oldu. Siz, Əmir Teymur, keçmişdən gəlirsiniz. Mən Güntəkin indidən. Keçmiş də, indi də gələcək qarşısında cavabdehdir. Hamımız cavab verməliyik, hamımız. İndi dirilər arasında düşüncələrimizdən də qan damır. Çünki sabahımızı düşünmədik. Öz qılınclarımız özümüzü yaraladı. Eğer bu diriyken ölü olan kəs buranı tərk eləməsəm, mən heç bir suala cavab verməyəcəm. Əmir Teymurla bağlı dirilərin son sözünü deyim. Tarix nə deyir desin, amma Əmir Teymur həmişə yaddaşlarda çox böyük hörmətlə yad edilir. Hökmranlığı zamanında Şirvanı oğlu Miranşaha tapşırmışdı. Bir il sonra onu əxlaqsızlığına görə cəzalandırdı. Ona görə indi də dirilər elə bilir ki, Teymur zamanında haqsızlıq edən yox idi. Doğru mu söyleyir? Doğrudur. Oğlum Miranşahı öz əlimlə əzdim. Bax, belə. Səbəb nə idi? Bir əkinçinin qızına sataşmışdı. Sualı olan var mı?
Mənim şikayətim var. Əmir Teymurun gənclik çağlarından gəlir. Buraxın gəlsin. Yalan söyləyirsən. Divanı çaşdırmaq istəyirsən. Sənin ayağın döyüşlərdə yaralanmayıb. Oğurluq üstündə olub. Açıq danışın. Teymur dedi ki, ayağım tayfa savaşında yaralanıb. Yalandır. Gözümdən görmüşəm. Oğurluq üstündə yaralanıb. Böhtandır. Böhtan atmıram, əfəndim. Mənim sürümdən qoyun çalmaq istərkən çoban vurub ayağını sındırdı. Savaşda yaralanmağı. Yalandır. Susturun bu adamı. Bilirəm onu kim öyrədib göndərib. İbn Ərəb Şahın işidir bu. Oğuz xan, qoyun oğurluğu yalandır. Gerçək də özləri bilər. Bunların deyilən günahlara dəxli olmadığı üçün təklif eləyirəm, bu adam divandan çıxarılsın. Mən də razıyam. Bəlkə başqa sözüm var. Başqa sözüm yoxdur. Mən tələb edirəm. Mənim qoyunumu uğurlayana cəza verir. Lütfən, divanı tərk edin. Davam edin, lütfən. İndi söz sizindir. Harda qaldın? Nə deyirdim mən? Tayfa savaşlarından danışırdınız. Türkistan Türkləri igid idilər. Qəhrəman idilər. Ancaq onlar qədər intizamsız xalq yox idi. Ətəyini belinə sanca bilən hər bir türk öz dövlətini qurmaq istəyirdi. Mən bu cür intizamsız, bu cür yola gəlməz tayfalardan dünyanın ən nizamlı ordusunu qurdum. Həmin ordu Sibiriyanın alaşaxtasında, Hindistanın cəhənnəm istisində böyük zəfərlər qazandı. Mən Makedoniyalı İskəndərin görə bilmədiyi işləri gördüm. Ancaq tarix onu böyük sərkərdə kimi xatırlayır. Mənə isə barbar deyir. Bunun divana heç bir dəxli yoxdur. Var. Var. İzin versəz anladardım. Buyurun. Sezar böyük sərkərdədir, deyilmi? Elədir. İskəndərdim. Napoleon'dum. Elədir. Bəs nədən tarixi qaynaqlar onları böyük sərkərdə adlandırır, mənə isə barbar deyir?
Mən burada sizə bildirmək istəyirəm ki, həmin qaynaqlar yüzilliklər boyu məndə günah axtarıblar. Haqqın divanına çağrılmağım deyil ona görədir. Etiraz edirəm. Çünki 1000 il öncə eyni qaynaqlar məni də barbar elan eləyib. Bu, bəlkə Avropalıların millətçilik şuuru ilə bağlı. Əgər doğrudan da belədirsə, biz nədən millətçilik şuurundan bu qədər uzaq? Niyə öz dəyərlərimizi anlamırıq? Ömrü boyu öz millətinin dövlətlərinə və imperatorluqlarına qarşı döyüşən, yüz minlərlə türkün ölümünə səbəb olan bir qan sərxoşunun, bir barbar milli duyğulardan danışmağa haqqı yoxdur. Ömür Teymur'u bu yüksek divanda bu şekilde tahkir eləmək ne demekti acaba? İcazə verin, bu barbar sözünün mənasını bir qədər açıqlayım. Qədim Yunanlar özlərindən kənarda yaşayan qövmlərə, tayfalara barbar deyirdilər. Burada təhqirli bir şey yoxdur. Sadəcə onları özlərindən ayırmaq istəyirdilər. Ərəblərin ərəb olmayanlara əcəm, Yahudilərin qayım dedikləri kimi. Hər halda baş ittihamçı Attila bu sözü o mənada işlətmədi. Vəzifəsindən, hürmətindən asılı olmadan heç kəs mənə barbar deyə bilməz. Heç kəs qan sərxoşu adlandıra bilməz məni. Barbar və qan sərxoşu ifadələri bir də işlədilməsin. Təşəkkür edirəm Oğuz xan. İttihamda deyilir ki, mən bütün Türk dövlətlərinə, bütün Türk imperatorluqlarına müharibə elan etmişəm. Doğru. Fəqət bilin ki, məni bu müharibələrə məcbur ediblər. Qaynınız da mı? Qaynınız da mı məcbur elədi sizi? Evet. Yavuz Sultan Səlim'i atası müharibəyə məcbur etdiyi kimi, qaynım da məni məcbur etdi. Şahidiniz varmı? Şahidi yoxdur. Oğuz xan. Teymur şahidləri və şahidliyi sevməz. Şahid yalancılara lazımdır. Şahidiniz var mı? Yoxdur. Şahid var. İzin verin dindirək. Kimdir o? Teymur'un əmir yoldaşı Olcay Türkan Xatun.
Doğrudan da sizin hərbi gücünüz bütün dünyanı heyran qoydu. Ama özünüzü Yavuz Sultan Səlimlə müqayisə eləməyiniz yersiz çıxmır ki. Bilirsinizmi bunu nəyə görə deyirəm? Mən yerində işlədilməyən qüdrətin böyüklüyünə inanmıram. Sizin gücünüz lazım olmayan yerlerde işlenildi. Yazılı tarihte, hatta yaddaşlarda belə sizin Fatih olmanız hakkında hiçbir qeyd yoktu. Fatih olan kəs fəth elədiyi yerlərə qayda qanun gətirər. Yavuz Sultan Səlim kimi. Bunu dirilərin tarixi bilir. Bu beləydi. Zaman mı olmadı? Bak mı tapmadım? Yok. Yok. Hərbiçilik ve idarecilik. Bunlar ayrı şeylerdi. Doğruda bazen hərbiçilik idarəçiliyə, bazen de idarəçilik hərbiçiliyə üstün gəlir. Çox vaxt biri olanda o biri olmur. Lütfen Olcay Türkan Hatun divane buyursunlar. Olcay Türkan Hatun hakkın divanına buyursunlar. Olcay Türkan Hatun. Buyursunlar lütfen. Başım baktı, evim taxtı, igidim, Hakanım, ömür gün yoldaş. Neden rahatsız ettiler seni? Olcay. Göyden göklü,
gülden güzel sultan. Hiç değişmemişsin esirlerden beri. Evvelki gibi güzel. Geleceğimi bilseydim, deveden buğra, yıkıdan aykır, koyundan koç kestirerdim seni. Türkmanın dur kızraklarından kılıç sağdırardım irmaklarca. Hardansa duyurdum seni. Hisseliyirdim. Uyanar uyanmaz soruştum seni. Eşiden olmadı. Yanına gelmek istedim. Koymadılar. Neden böyle sürgündeymiş gibi danışırsın? Tanrı'dan başka kim bozabilir halını? Əmir Teymur. Olcay Türkan xatun. Lütfen divanda olduğunuzu bilin. Beni muhakeme ederler. Elə bildim sen mühakeme edirsin. Olcay xatun, narahat olmayın. Bugün Tanrının izniyle hak divanı kurulub. Bizim hamımız haqqın divanındayıq. Bu bizim günahlardan təmizlənməyimiz üçündür. Bugün duruluq günüdür. Boynumuzda yük var. Ağırlıq var Olcay xatun. Bu ağırlıq da dirilərin suallarındandır. Bu yükdən qurtulmalıyıq. Sınıq qol boynun yüküdür. Gərək cavab verək haqq qarşısında. Siz hakkın divanında da olsa Teymur'la karşı karşıya değil, çiğin çiğine dayanmalıydınız. Mühakeme edilen yok, mühakeme eden olmalıydı o, Ulu Hakan. Bunu divan ayırt eləyəcək ki, Teymur bizimle karşı karşıyadır. Yoksa çiğin-çiğine. Sizi de buna göre çağırmışıq. Bize yardımcı olmak isterdiniz mi? Bizim verilmeyecek bir hesabımız mı var? Kardeşiniz hakkında soruşacağıq. Bugün ya kardeşten geçmelisiniz, ya erden.
İkisindən birini mi seçməliyəm? Yox, Olcay xatun. Sadəcə doğru danışmalısınız. Yalan dirilərdədir. Doğru olmağıma inana bilərsiniz, Oğuz xan. Teymur inandırmağa çalışır ki, müharibəni sizin qardaşınız Əmir Hüseyin başladı. Doğrudur mu? Bu müharibə qaçılmaz idi. Müharibəni kim başladı? Əriniz mi, qardaşınız mı? Müharibəni ərim başladı. Amma Teymur müharibəni başlamağa məcbur idi. Müharibəyə başlamasaydı, Şərqi Türkistan başdan-başa Monqolların əlinə keçəcəkdi. Monqollar Türkistana hücum etmişdilər. Monqollar artıq Türkistanın şərqini ələ keçirmişdilər. Qardaşım da onların qarşısına çıxmaq gücündə deyildi. Birləşmək olmazdı mı? Mümkün değildi. Çünkü qardaşım Türkistandakı bəyliklər üzərində üstünlük qazanmaq üçün Monqollarla danışıq aparırdı. Əriniz dövlət işlərində sizinlə məsləhətləşirdi mi? Məsləhətləşirdi. Mən daha çox xarici işlərlə məşğul olurdum. Elçiləri qəbul edirdim. Krallara, imperatorluqlara buyruq məktubları göndərirdim. Siz krallara, imperatorluqlara buyruq məktublarımı göndərirdiniz? Bəli. O vaxt dünyanın bütün hökümdarları bizim məmurlarımız idi. İttihamçının sualı yoxsa Sualım yoxdur, Oğuzhan. Olcay Türkan xatun gedə bilər. Tanrı qədər inandığım ömrüm günüm Teymur. Tanrı yardımcın olsun. Əbədi dinclikdə ruhunuz şad olsun, Olcay xatun. Biri divana gəlmək istəyir, xan. Kimdir o? Tanıya bilmədim. Sərgardan bir ruhdur. Bəlkə bir sözü var. Gəlsin. Məndən Mustafa'ya getirin salam. Ona hürmet edin. Deyin ki Xəyyam soruşur nedendir şəriyetində tuş ayran halaldır, al şərab haram. Məndən
Xəyyama da getirin salam. Ona söyleyin ki sen hamsan Xəyyam. Ne zaman söyledim şərab içmesini Arif? Mən neyi xamlara etmişəm aram. Hayır vakti gelebilmezdin mi? Yok, gözleyebilmezdim Cenab-ı Sedir. Bu anı 100 illiklerle gözlemişim. Bir vaxt bu dünyada, sonra da ahirette gözlemeyi de keçdi ömrüm. Bu halda mahkemeye gelmiyor olar mı? İyi verirsen baştan ayağa. Bu mənim anadan gəlmə iyimdir də Sədir bəy. Övmək olmasın, mən özümü tanıyandan ətir yerdə həmişə ələ işlətmişəm. Bu nə ərizədir? Bu ərzəni vermək üçün 100 ildir məqamı tapa bilmirdim. Ver görüm nədir o? Bu adamı tanıyorsunuz mu? Tanımıram. Tanımadınız? Mən yerli yurdu meyxanəsi olan bir adama... Bu adamın sizden şikayeti var. Neymiş şikayeti? Yurt yuvasını dağıtmışsınız. Yurdu hardaymış? Ne işle meşgul olurmuş? Ben hardan bilim? Haralısan? Bağdatdanam da. Orada mənim məkanım vardı. Gözəl meyxanəm vardı ağam, gözəl. Teymur meyxanəni mi dağıttı senin? Təkcə meyxanəmi dağıtsı da vardı ki, heç şikayətə gəlməzdim. Şəhərdəki bütün meyxanələri dağıtdı. Nə qədər gözəl çaxıllarımız vardı, hamısını dağıtdı Fərata. Mən ondan şikayətçiyəm ağam. Yadınıza düştü mü? Düştü. Arap düz deyir. Ben bütün Bağdat'ı dağıttım Oğuz Xan. Bağdat'ı dağıttımsa Ərəbin meyxanəsi sağ mı qalmalıydı? Meyxana deyəndə benim balaca Girzad idi. Bağdatda mənim meyxanamdan böyük meyxana yox idi. Bilmirəm, yolunuz düşdü mü heç? Sen sus. Bağdadla ne düşmənçiliyiniz vardı? Bağdada ikinci dəfə girəndə şəhərin bütün kişilərini meyxanələrdə gördüm. Paxıllıq, qısqanclıq yaxşı şey deyil ağam. Desəydiniz, əvvəlcədən kücdə sizin üçün bir kiçik miz qoyardıq, üstünə bir bardaq şərab, bir də ki, rəqqasə, diqqətlə. Sus dedim sana. Lütfen. Devam edin. Cavanlar meyxanələrdə hamısı sərxoş, rəqqasələrin göbəyində şərab içirdilər. Ay Allah! O nə göbəyiydi, ay Allah! İlahi! O nə göbəyiydi, ilahi! Mən ona nə qədər qəzəllər yazmışdım.
Mənə deyirsiniz sus, amma mən bu saat Raziyənin göbəyindən danışsam, siz özünüz susacaqsınız. Mən sustum. Mən. Davam edin. Onların arasında ordu sərkərdələri, zabitlər vardı. Kimi kumar oynuyor, kimi de şarap içip şiirlere kulak asırdı. Kadın, şarap, kumar olan yerde ordu çökür, mahvolur Oğuz Han. Ben Bağdatlıların Bağdat'a xəyanət ettiğini gördüm. Ona göre de bütün Bağdat'ı dağıttım. Yalnız mescitlerden başka. Halkı ise o cür yurda, o cür torpağa laqeyd halk yalnız cezaya layıktı. Ben de ceza verdim. Sun şarabı sadi. Çünkü Tanrı beni yeryüzüne düzen, qayda kanun yaratmağa gönderip. Görürsünüz mü? Bu adam hələ də meyxana davası edir. Ağlı da, gözləri də əsrlərdir ki, Raziyə adlı bir rəqqasənin göbəyində qalıb. Belə bir xalq nəyə layiqdir ki? O divanə desinlər. Təklif eləyirəm, şikayətçinin şikayəti qəbul olunub, özü divandan çıxarılsın. Təklif qəbul olunur. Meyxaneye girəndə mən alqışlarla yer və yerdən ayıqlar üçün mən sərsəməm, sərxoşlar üçün Peyğəmbərəm. Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saqi olan kimdir, meyir, səhba nədir? Şamı nəyə görə dağıtdınız? Şam'a bir günlük yol kalmıştı. Kefen giymiş alimler, biliciler destesi karşıma çıktı. Şam'ın açarlarını getirmiştiler. Bu teslim olmak demeydi. Açarları almadım. Neden? Çünkü onların arasında İbn Haldun gibi dünyaca şöhretli alimler, biliciler vardı. Kefen giyip Şam'ın altın açarlarını getirmiştiler. Onları görəndə məni tər bastı. Mən o alimləri yaxşı tanıyırdım. Əsərlərini oxumuşdum. Oxuyub yaza bilmədiyiniz barədə eyhamlar var. Əgər belədirsə, necə oxumusunuz? Tarix mənə öz qiymətimi vermək əxlaqında deyil. Bizim heç birimizi qiymətləndirməyib tarix. Bilməmiş deyilsiz.
Sizin qiymətiniz nə olmalıydı ki, olur olar. Sizin qiymətiniz sizdən sonra qalan xalqdır, millətdir. Əgər o xalqın, millətin hörməti, qiyməti varsa, sizin də var. Siz elə düşündünüz ki, bütün qələbələr, qalibiyyətlər əbədidir, qalandır. İndi baxın, yaxşı baxın, Əmir Teymur. Biz yenə də sizin dağıtdığınız 27 türkmən tayfası kimi bir-birimizi didməkdəyik. Bu ağır ittihamdır Şaman. Əsas ittiham elə budur, xan. Bütün suallar buna görədir. Və bugün burada cavab verilməlidir. Bayaq siz Şamlı İbn Xaldunun adını çəkdiniz. İbn Xaldunu çağıra bilərikmi? Buyruq sizindir, xan. İbn Xaldun axirətdə də elmi ibadətlə məşğuldur. İbn Xaldun, haqqın divanına gəl. İbn Xaldun gəldi, xan. Gözlətməyin. Çağırın gəlsin. Görkəmli ərəb alimi İbn Xaldun sizsizmi? Mənəm. Bu adamı tanıyırsınızmı? Deyəsən tanıyıram. Ancaq papağını çıxarsalar əmin olardım. Ne üçün? Mənim tanıdığım adamdırsa məni görəndə həmişə papağını çıxarardı. Niyə? Deyə bilərsinizmi? O zamanlar bu bir sayğı əlaməti idi, əfəndim. Kimə bənzətdiniz müttəhimi? Əmir Teymur'a bənzətdim, əfəndim. Fəqət papağını çıxara bilərsə... Ehtiyac yoxdur. Düz tapmısınız. Teymur'dur. Hardan tanıyırsınız Teymur'u? Şam şəhərinin açarlarını təslim edənlərin arasında mən də vardım. Danışığa gitmişdik, orada görüşdük. Danışıq nədir? Nə barədə danışmalıydınız ki? Əmir Teymur. Sizə söz verilməyib. Şam'ın qızıl açarlarına aparmışdım, əfəndim. Aldı mı? Almadı. Şərtləri vardı. Hər ev bir qızıl verməlidir, dedi. Qahirədəki Məmlik Sultanına verilən xəracı da istədi. İstəmədim. Əmr etdim. Bu belə olmalıydı. Elə də oldu. Elədir. Əmr etdi.
Ve biz de bütün şartları kabul elədik. Ne için böyle asanlıkla? Şəhərin dağılmasını istemirdik efendim. Ancak yine de darmadağın elədi Şam'ı. Yerinde tekçe külü kalmıştı. Düz deyir. Düz deyir. Əslində alimlər əyri oturar, düz deyərlər. Yəni, düz işlərdən danışıb, əyri işlər görərlər. Hələ ki, alimlər mühakimə edilmir. Əslində onları mühakimə eləmək lazımdır. Çünki Şamın dağılmasına bais onlar oldu. Günahı indi də alimlərin üzərinə atırsınız. Olur o. Şam şəhərinin yaxınlığından xəbər gəldi ki, ərəb alimləri mənimlə görüşmək istəyir. Bunu eşidəndə nə edəcəyimi bilmədim. Onların hər birinə böyük hörmətim, sayğılarım vardı. Sibiryadan Ərəbistana kimi şəhərlər, qalalar, torpaqlar almış bir ordu sərkərdəsi kimi onları necə qarşılayacaqdım? Bu barədə düşündüm, qərarlar verdim, xidmətçilər ayrıldı. Bunun məsələyə heç bir dəxli yoxdur. Əmir Teymur yenə divana təsir göstərmək istəyir. Devam edin lütfen. Və onları qəbul eləyəndə İbn Xaldunun dediyi kimi papağımı çıxartmışdım və ayağa qalxmışdım. Doğrudurmu? Doğrudur. Fəqət bunlar içəri girər-girməz diz çöküb ayaqlarımı öpməyə başladılar. Özümdən yüksək hesab etdiyim adamlar dik dura bilmirdilər. Boş çuval kimiydiler. Mənsə alimlerin eğilmez olduğunu bilirdim. Ona göre özümü yitirdim. Neye inanırdımsa kiçildi, yok oldu gözümde. Sonra Şam'ın altın açarlarını təqdim ettiler. Dediler ne isteseniz derhal yerine getirilecek. Tarixin və dirilərin dediyinə görə onlardan qadın istəyibsiz. Doğrudur. Ancaq mən bunu bilərəkdən etdim ki, görüm insan nə dərəcədə alçala bilər. Onlardan bir şərəfsizi bütün Şam qadınları cariyənizdir, dedi. Doğrudur mu? Mənə elə gəldi ki, bunlar alimlər, bilicilər deyil. Üzr diləyirəm, qadın dəllallardır. Elm milləti ucalara qaldırmalıdır. Bunlarsa işıq tutan kör kimiydiler. Hamısını elə
Oradaca öldürmeyi istedim. Öldürdünüz mü? Hayır. İbn Haldun'a bağışladım onları. Deməli, Şam şəhərini buna görə darmadağın etdin. Əslində Şam şəhəri elə mənim olmalıydı. Bu siyasi zərurətdən doğurdu. Bırakın bu siyasi zərurətləri. Suala cavab verin. Şam'ın böyük adamlarını ki bu cür tanıdım, kararı aldım bu şehir yok olmalıdır. Yerli dibli. Sonra şehre keşfiyata gönderdiğim adamlar geldiler. Çok şeyler dediler. Her yerde haksızlık, devletsizlik, yesizlik, zayıflar güçlülerin elinde esir, şikayet eşiden yok, hara geçsen rüşvet, kanunsuzluk. Yaxşı. Bəs xalqın günahı nə idi ki, bu qədər cəza verdiniz? O, mütti oldukları için kimse bu halkı cezalandırmalıydı ki ayılsın. O da benim kısmetime düştü. Çünkü Allah beni yeryüzüne nizam vermek için göndermişti. Dünyaya nizam getirme iddiasında olan bir adam özü gerek haksızlık eləməkdən çəkilsin. Ama o milyonlarla günahsız insan kəlləsindən güllələr yaptırdı. Siz düşünürsünüz ki dünyaya nizam getirmek, düzen kurmak asan iştir. Bilin, eğer düşmenin başı ezilmeyipse, demek o məğlub olmayıb. Ben indi de böyle düşünürəm. Eğer düşmenin başını ezmeseydim, fürsət düşen kimi o benim başımı ezecekti. Ancak siz ezmek, yok eləmək için sebepler arıyırdınız. Hafiz Şirazı'nın başına neler getirdiniz? Yadınızda değil mi? Siz buraya ittihamçı mı çağrıldınız? Siz qorxaq, yaltaq olduğu için Şam xalqını cəzalandırdığınızı söylədiniz. Tabii bu da düzgün qərar deyil. Amma deyilən ittihamnamələrə görə Türkistanda, elə paytaxtımız Səmərqətdə də haqsızlıq baş alıb getmişdi. Xalq aclıqdan, səfalətdən qırılırdı. Yalan! Bu zatı qırıq Səlnaməçi İbn Ərəb Şahın uydurmasıdır. Benim ülkemde acılık sefalet olmayıb. Sizin Orxon yazılarında deyildiği kimi ben acıları doyurttum, çılpaqları donattım. Benim ülkemde haksızlık eden yok idi. Ama bu ittihamlarda sübutlar, dəlillər var ki, siz öz xalqınıza da zülümlər eləmisiniz. Ne subut, ne delil. Ben ne deyirəmsə doğru olan odur. Bütün subutlar, deliller benim dediğime karşıdırsa yalandır. Ulu ruhlar bilməlidir bunu. Bir nəfərə
olmazın işgəncələr vermisiniz. İttihamnamədə şikayəti var. Dilini kəsmisiniz. Kimdi o adam? Səmərqənddən Qutlu Dəmirtaş. Qutlu Dəmirtaşı da çağıracağız. Siz bayaq Hafizin adını çəkdiniz. Nə demək istəyirdiniz? Efendim, Hafiz şiirlərinin birində İsfahanı tərif eləmişdi. Yazmışdı ki, İsfahan dünyanın ən gözəl şəhəridir. Buna görə Teymur İsfahanı da, Şirazı da yerlə yeksan elədi. Bir şiirdən ötürü. Elədi xan, bir şiirdən ötəri. Şəhəri xərabiyə çevirdi. Sonra bu xərabalıqları Hafizə göstərib dedi: "Ha, indi söylə şair, İsfahan mı gözəldir, Səmərqənd mi?" İsfahanı da dağıttım. İsfahanı da dağıttım, Şirazı da. Tələb edirəm, Hafiz Şirazi divana çağırılsın. Qəbul olunur. Hafizi divana çağırın. Şair Hafiz Şirazi. Hakkın divanına gəlin. Hörmətli şair Hafiz, səni xoş gördük. Xoş gördük şam. Bu din bütün şərqi birləşdirməli ikən ayrılıqlar saldı. Nədən belə oldu acaba? Şərqin qoca Hafizi, sən şərqi bütöv görmüsən həmişə. Müsəlman aləmini bütöv görüb, bütöv duyub, tam anlayırdın. Din isə indi yalnız özünü düşünənlərin əlindədir. Sən şeirlərində də yalnız bir məkanın yox, bütün şərqin, sonra bütün dünyanın şairisən. Yazdıqlarında dinimizdən, imanımızdan keçib getmədədir. Hörmətli şair Hafiz, sən haqqın divanına şahid kimi çağırılmısan. Xoş gəlmisən ulu şair. Yaxşı-yaxşı bax. Gör bunlardan kimi tanıyırsan. اگر آن ترک شیرازی به دست آرد دل ما را به خال هندویش بخشم سمرقند و بوخارا را. Ha şair, indi ne fikirdesin?